ABŞ-ın Ukraynaya təklif etdiyi mineral ehtiyatlara və infrastruktura dair sazişin son versiyasının detalları məlum olub. ABŞ Ukraynanın resursları və infrastrukturu üzərində hüquq tələb edir. ABŞ faktiki olaraq Ukraynanın bütün resursları və infrastrukturu ilə bağlı hüquqların ona məxsus olmasını istəyir. Qeyd olunub ki, bundan əvvəl Vaşinqton Kiyevdən hərbi yardımların əvəzində 500 milyard dollar tələb edirdisə, sazişin son versiyasında məbləğ yer almır. Layihədə qeyd olunur ki, Ukraynanın ABŞ-a ödəyəcəyi vəsait sonradan hesablanacaq və sazişə əlavədə əksini tapacaq. Sazişin son versiyası artıq həm də Ukraynanın bütün infrastrukturunu əhatə edir və layihədə Kiyevə hər hansı təhlükəsizlik zəmanəti əksini tapmır. Bundan əvvəl The Telegraph yazıb ki, sazişin son versiyasında ABŞ Kiyevlə birgə yaradılacaq fond vasitəsilə bu ölkənin neft və qaz ehtiyatlarının yarısına, metal resurslarına və dəmir yolu, limanlar, kəmərlər və emal zavodları daxil olmaqla infrastrukturun böyük hissəsinə nəzarət etmək istəyir. Vaşinqton həmin fondun müşahidə şurasının 3 üzvünü təyin etmək səlahiyyətinə malik olmaq niyyətindədir. Bundan əlavə, ABŞ-a minimum 100 milyard dollar ödənilənə qədər Ukraynanın bütün gəlirlərinin Vaşinqtona verilməsi istənir. Kiyev ABŞ-a borcunu qaytardıqdan sonra gəlirlərin 50%-ni ala biləcək. Ukraynanın təbii resurslarına və infrastrukturuna nəzarət edən fond ABŞ-ın Delaware ştatında qeydiyyatdan keçməlidir. Sazişin son versiyasına görə Vaşinqton Ukraynanın resurslarının üçüncü ölkələr satışına veto qoymaq və bu ölkənin dövlət qurumlarının hesablarını yoxlamaq imkanına malik olmaq istəyir.